Təəssüf ki, qopmuş vaza var. Bunu yapışdırmaq lazım. Bunu yapışdırmaq üçün xüsusi kleylər olur. Ən güclü kley bizə lazım olacaq. Birinci bunun altını təmizləyirik. Çünki yapışmış kleyləri təmizləmək lazımdır. Ucuz var kleydən yapışdırmışdım. Amma əlimdə gördüyüm kley isə sırf əla kleydir. Şüşə yapışdırır, dəmir yapışdırır, taxtanı yapışdırır. Əsas da şüşəni yapışdırırsa da ondan oyanası yoxdur qısası. Bu kleyin adı qurbağa kleydir və Teymur Store mağazasında satışda var. Siz hələ də Teymur Store səhifəsinə takip deyilsiniz. Bəyənək, takip olaq və budur. Nəticə artıq hazırdır. İndi budur, artıq bu məhsul tutub. Bunu mən test edəcəm, qorxuram. Çevirim görüm hələ düşəcək, düşməyəcək. O, düşmədi. Bax, gördük, şu 5 dəqiqədir keçib, amma tutub. Bu kley şüşə içində yararlıdır. Şüşəni tutduysa deməli hər bir şeyi yapışdıracaq. Buna 100% fenolun, yəni bu şüşələri yapışdırır. Bax belə. Görürsünüz, hələ sirkələyirəm. Görürsünüz, düşmüş.